Allah bizi bu mübarək ayın feyzindən, fəzilətindən, rəhmətindən məhrum eləməsin inşallah. Çox fəzilətli bir aydır, Peyğəmbərə aid olan bir aydır. Peyğəmbər buyurur ki, Şəban mənim ayımdır. Kim bu ayda bir gün oruç tutsa, cənnət ona vacib olar. Bu ayda sədəqə vermək çox gözəldir. Bu ayda çox fəzilətlidir, çox üstündür, əlindən gələn qədər başqalarına sədəqə verəsin. Və hədisdə var ki, Allah cəhənnəm odunu haram edib bu ayda sədəqə verənlərə. Cəhənnəm odunu haram edib. Deməli, 3 dənə ən çox bəyənilən əməl: oruc, istiğfar və sədəqə. Gündəlik zikirlərdən biri də salavatdır. Bu ayda çox salavat deyin, çünki Peyğəmbərin ayıdır. Salavat zikrini tez-tez deyin gün ərzində. Salavatın çox savabı var.